necə gedim deyim, çıx evdən. Ev sən deyil. Burada nə var ki? Yaxşı çıxmır axı. Birdən qalmağa başqa yer tapmasa. Birdən Nüsrət geldi onunla çıxsa. İnci, sənin Ülviyə görə narahat olmağın mənim xoşuma gəlmir. Mən Ülviyə görə demirəm. Onun yerində kim olsa pis olaram. Bu mənə maraqlı deyil. Mən sənə sözüm etdim. Bir də Ülvi ilə dərsdən kənarda danışmaq, görüşmək qutardı. Sənə qadağan edirəm. Nəsə, gerisi sən də qalx evə. Yaxşı Murad, gedim. Hələ sabah üçün çantamda yığmalıyam. Mən bu işi Banu'ya tapşırmışım. Sabaha qədər. Mən Ülviyə necə deyim, çıx evdən. Axşamın xeyir İnci. Danışa bilərik. Axşamın xeyir. Elə mən də səndən danışmaq istəyirdim. Sən belə qudurmusan? Mənə əl qaldırırsan? Qudurğan sənin kim olur? Sən bir də mənim ailəmi təhqir edəsən, bundan da betərini görəcəksən. Ay həyasız. Mən sənə göstərərəm necə əl qaldırmaq. Ay arvad, mən sənin üçün Gülşən zat deyiləm, ha başına çıxasan. Dilin deyərsən, min işlərsən. Evin yıxılsın ay gəlin. Yıxılsın sənin evin. Evi yox, evi yox. Sənin də ömrüvə az qalıb. Lap az. Dayan. Görərsən. Onu görəcək. Düz demirəm qızım. Ama Mahirə xanım, mən onlara söz vermişdim. Naxaq yerə. Biz danışdıq ki, sənin dərslərini, imtahanını yola verək. Da gəzməklərini də yox da. Düz deyirsiniz. Sabah qonaqlarım gələcək. Ayrı vaxtda olsaydı icazə verərdim. Sən mənə kömək eləməlisən. Yaxşı. Başa düşən adama can qurban. İndi get mənim qırmızı paltarımı ütürə. Sabah qonaqlarım olacaq. Oldu? Baş üstə. Dəqiq bizdən işləmək istəmirsən? Bilirsiniz, bura çox maraqlıdır. Amma mən inanmıram ki, radioya nəsə bir yenilik gətirim. Bəlkə Tural təzyiq eləyib sənə? Tural istəsə də mənə təzyiq eləyə bilməz. Heyf. Sənlə işləmək istəyərdik. Nə vaxt fikrini dəyişib işləmək istəsən, gəlib başlaya bilərsən. Oldu müəllim. Çox sağ olun. Minnətdarım. Sağ olun. Olar mən gedim.
Gedə bilərsən Tural. Amma sabahdan işləsən. Çalış verilişində maraqlı mövzular, maraqlı insanlar olsun. İstəsən Pərvizlə də məsləhətləşə bilərsən. Fərqli fikirli oğlan oxşuyur. Yaxşı. Qorxdun ki, bacarmazsan? Səncə qorxan oxşayıram? Onda niyə yox dedin? İstəmədim kölgəmdə qalasan. Özün bilirsən də, mənlə olduğun hər işdə mənim kölgəmdəsən. Deyirəm, heç olmasa, sevgidə bəxtin gətirmədi, işdə bəxtin gətirsin. Hansı işdə səndən geridə qalmışam? Darıxma, vaxtı gələndə görərsən. Yaxşı. Gülşən, bu nədir yazmısan? Niyə getmirsən ki? İstəmirəm. Bəs biz dünən danışdıq axı. Pulunu da verdik, hamı razılaşdı. Nə oldu bəs? Dünən istəyirdim, indi istəmirəm. Niyə mənə görə? Mahir. Nə olub? Ay, senin olacaq. Burası sabah uşaqlarla piknikə geldik. Gülşən indi yazıb ki, istəmirəm, getmirəm. Mən də elə onu soruşurdum. Mahir dedim axı istəmirəm. Gülşənə mən demişəm getməsin. Niyə? Sabah Sənubər xalan gəlib bizə qonaq gələcək. Dedim qalıb mənə kömək eləsin. Gəlsinlər də, elə danışsan ki, və bu Sənubər xala birinci zəfədə bizə gəlir. Dedim axı sabah qonaqlarımız gələcək. Nə oldu? Baba, yetim qızdır, niyə xətrinə dəyirsən? Biz özümüz qrupda yığışdıq ki, bunun pis olmasın deyə gedək gəzək eləyək. Yoxsa bu getmirsə biz daha nəyə yeyirik? Doğrudan? Bilmirdim. Onda getsin. Yaxşı, get, denə. Qızım, sabah uşaqlarla gedərsən. Yox, mən qalım sizə kömək eləyim. Yox, kollektivdən kənar qalma. Yaxşı-yaxşı dincəl. Özün də bu avaradan göz qulaq olarsan. Nadinçlik eləsə, mənə xəbər eləyərsən. Yaxşı? Baş üstə. Öz dilimin bəlasına düşdüm də deyirəm. Ay qız, bu nə ağırdı? Bütün evi yığmısan bunun içinə. Muradın eşyaları içində də, ona görə ağırdı. Murad da buraya yığır. Bəs özü hani? Özüm birisi getdi, dedi, nə bilim, bir-iki dənə işim var, həm də uşaqlar ora yığılır axı. Rüstəm bufeti açacaq, Rüstəm də bizlə gedir. Mənim günümə güzaranma bax da. Rüstəm piknikə gedir, Tural Bakıda qalır. Öl də Tural, öl. Yox, Tural, elə demə. Onsuz da maraqsızdır mən sənsiz sonra getmək. Maraqsızdır sən də qal da, ikimiz qalaq burada. Dəli sənsən, bəs sonra Murada nə deyim? Mən belə vaxtlarda bir səndə nə eləmək istəyirəm? Gəlib çıxmaq istəyirəm Murad müəllimin qabağına. Deyim ki, müəllim, bacınla bir-birimizi sevirik. Mane olma da bizə. Mən elə ona görə istəmirəm də sən bizlə gedəsən, belə şeylərə görə. Qulaq as, heç soruşmursan bu Pərviz nə dedi? Nə dedi? Heç nə gəldi, girdi müdürün yanına ki, mən işləmək istəmirəm. Amma nəsə gözüm su içmir, nəsə planı var yenə. Hə, lap yaxşı. Təcrübələnmədin elə bir. Yox, niyə təcrübələnəm ki? Mən onsuz da bilirdim də o belə eləyəcək, işləmək istəməyəcək. Ürəyimə danmışdı mənim Tural. Budur taksi. Hə, budur, gəldi. Bilirsən də, Nəyi? səni sevdiyimi.
Bilirəm. Bundan sonra harda, kimin yanında fərqi yoxdur. Bilirsən də deyəndə bil ki, səni sevdiyimi bilirəm. Yaxşı variantdır. Bilirsən də. Ya bura çirkin. Tez gəl. Yaxşı. Tez gəl. Tez gəl. İnci, sənə dedim axı burada gözləm, indi Rüstəm də gəlməli, gəlib səni burada görməsin. Bilirəm Murad. Sənə bir şey deyəcəkdim, uşaqların yanında deyə bilməyəcəm deyə bura gəldim. Nə məsələdir ki, belə təcil? Ülvi ilə danışdım. O da sənə gəlib? Yox. Yenə dalımıza düşüb? Murad müəllim, danışa bilərik. Ülvi, deyirəm bəlkə yol üstü qanımızı qaraltmayaq. Narahat olmayın. Qanınızı qaraltmaram. Dünən İnci ilə də danışdım. Özüm də fikirləşdim. Daha sizi narahat eləməyəcəm. İnciyə də yaxınlaşan da görəm. Necə istəyirsə elə də olsun. Dön Ülviyə deyəcəkdim ki, evdən çıxsın. Amma deyə bilmədim. Dedi ki, daha bu məsələyə qayıtmayacaq. Aramızdan çəkiləcək. Mən də heç nə deyə bilmədim. Qalsın bu məsələ gedək-gələk, danışarıq bu barədə. İnəkləri sağırdım, nənəm tezca, nənəm gəlmədi, nənəm gəlmədi. İnəkləri sağırdım, Murad, mən çox gözlətdim elə bilən. Açığı yola yemək götürmüşdüm, ona görə biraz gecikdim. Dedim orada yeyərik də, üzürlü sayında gecikdim də. Narahat olmuşsam, hələ avtobus gəlməyib. Gəlməyib də, neynəyək də. Heç kim yoxdur ki, Ver. Sağa döndər, sağa döndər. İnsafın olsun da belim sındı. Nə az danış, biraz arıqlayarsan, daşlar. Yavaş alt dəyər. Ver sağa. Kömək elə də. Nüsrət, zarafat ki çamadan alındı ya. Harada qaldı bunlar? Qaqa, deyilən vaxt elə 10 dəqiqə var, narahat olma. Şişədə gələndə avtobusu da görmədim, Nüsrət. Birdən anladar ha səni. Bu oğlan elə baxda kimi heç kim ata bilmir, başa düşür. Biz gəldik. Necəs uşaqlar? Aylan, səndə belə oxumalı kitablar var, maraqlı. Səndə kitab falan yoxdur. Özüm oxuyacağam hamısını. Məndə də kitab vardı, belə dəyişək, Doğrudan? Yox. Öldürüblər hala ya. Ayda ildə bir dəfə istirahətə gelirik, yığıb bu boyda kitabı. Hara gedirsən sən? Dekan oğlu da gəldi. Daha bizə ölüm yoxdur. Nüsrət, o yol üstəyi nə ölmək salmışsan? Ne baxın. Prisovkiyə bax. Bu kişiləri harada tapırsan? Necə bomba çalsan da sən, hə? Niyə bilmirəm?
Əskərlikdə öyrənmişəm. Doğrudan Ülvi. Və bizim niyə xəbərimiz yoxdur ala? Hala gitaram var mənim. Bunu da bir-iki günlük əskərlik yoldaşımdan almışam. Görərsiniz qağaz necə sökür. Hala bəssi də o risovka qayaşlar olur yolun qırağında. Gitar çalır, qıza pasport eləməz. Bu da ondan. Bu bədbaxt bilə-bilə bir dənə qız tuta bilmir ya. Hello baby. Pikniğin en brendi kızlar geldi. Hani biz görmürük. Yəqin hansısa qız gözlərimi çıxardıb da, boş-boş söhbətlərimə görə, ona görə görmürsən. Hə, neyinirsiniz? Uşaqlar, çox sağ olun da, mənə özünüzdən aparırsınız. İnanırsınız, o qədər sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Çox bilirəm, dönərləri sənsiz apara bilsəydi, sən heç əziyyət verməzdik. Nüsrət, sənin üçün xüsusi dönər hazırlamışam. Canavarsan da, ona görə çox istəyirəm də sən. Amma ətsiz dönərdir. Ha, evi o, zibili çıxdı, Nüsrət, avtobus hardadır? Mən bayaq gələndə görmədim. Məsələn yəni, ya deyən bir də görüm, sən gelim gözlə. Məsələn yəni yox. Hardadır Nusret, hardadır? Ana! Sen necə adamsın? O da avtobus, lüks sözdə 2 mərtəbəli. Vır, şillə vır. Ha, nə olub ha? Lükus. Avtobusa qoşuda gəlmir. Gül kimi avtobusda nədir? Diyon ne? Avtobus gelip, hani hardadır bəs? Avtobusda krokodizatlı bəyəm. Yəqin həyətdədir. Nusret, o ne cür avtobusda, o ne cürdür? Her yeri sırık. Biz ondan geçen hiç yeri sata bilmeyeceğiz. Sen necə adamsın ha? Nə adam kimi adamam. Mən 4 dənə təkər var əsas o. Gedir bəs salam da. Orada nə var ki? Ha. Nədir? Hələ gedək avtobusa baxaq, Nüsrətlə sonra danışarıq. Dayan, ne hara gedəyi? Mən o avtobusla heç yerə getmirəm. Uşaqlar, deyirəm bəlkə qızları mən götürüm maşından gedim, siz də dalımcan gələrsiniz. Ha, Pərviz, elə şey zat yoxdur. Hamımız kollektiv yeyirik. Pərviz, Mahir düz deyir. Bu bizim iş səfərimizdir. Hamı da bir yerdə yesə yaxşı olur. Əzə bir şey şuşuyor ya, buna baxıyor. Mənə bir minnətlə qoyurlar, öç. Gedməyin heç. Avtobusda gül kimi avtobusda. Bayı, oluvaz Hava xanım. Səhər-səhərinə ufulduysan. Sənin şəfan mənim axırıma çıxacaq yavaş-yavaş. Sabahınız xeyir anacan. Necəsiz? Gecə necə yatmısınız? Ay həyasız, ay utanmaz. Hələ bir soruşur da. Az, Hava xanım. Bax, bu yazıq sənə nə dedi, hə? Sənin keyfini soruşdu da. Hə, əlbəttə, keyfimi soruşdu. Vurduğu qolumun, şillələdiyi üzümün vəziyyətini soruşur. Çox sağ olun, xanım qız. Siz döyəni yaman ağrıyıram. Başa düşmədim. Nə döymək? Siz nə danışırsınız, nə döymək? Mən heç yaşlı qadına əl qaldıraram. Hələ o sevdiyim insanın anasıdırsa. Yaxşı, əsəbləşmə kişimişim. Əsəbləşmə, sakit ol. Bu arvadın xasiyyətində var şər atmaq. Bu, şər atmaq üzrə dünya çempiondur. Elşad, heç utanmırsan? Anovu verirsən arvadının ayağına, deyirəm sənə döyüb məni. Hə, bu yazıq, bu boyda adamı nətər döysün, hə? Sən istəyirsən şafa ilə mənim aramı vurasan, Hava xanım heç vaxt onu görməyəcəksən. Elşad, yaxşı da. Nə də olsa anandı, cavab qaytar. Az gördün, az adam deyilin mələkdir. Bu vəziyyətində də bu sənin tərəfini saxlayır. Elşad, tülkülü eləyir. Sən onun əsl sifətini görməmisən. Az Hava xanım, əsəbləşdirmə məni. Başa düşdün? Elşad, xahiş edirəm, bəsdir də. Yaşlı arvaddır, fikir verməm. Ay qız, mənim ağlım hələ başımdadır. Amma sənin əsl sifətini hamıya göstərəcəm. Görərsən.
Qaqaş, bir dənə su ver də bizə zəhmət olmasın. Bir dənə stulları birləşdirin. Bir dənə şey verin. Gözlə, su gətir, gözlə. Gətirsən qaqaş suyu. Ay qaqaş, nə oldu su? Su! Bir dənə bizə say da ver də zəhmət olmasın. İndi yaxşısınız? Hala Nüsrətin tapdığı avtobus bundan artıq olmayacaq. Mən nə bilməyəm bu infarktdır. Axırıncı dəfə sizin kimi tələbələri apardım. Yolda var yolda. Odur bu tələbə görəndə qorxuram. Ay mama, mən bundan iş yerə getməyəcəm. Yaxşıdır uşaqlar, sakitləşin. İndi bir şey fikirləşəcəyik. Uşaqlar, Nurlanı görməmsiniz? Bayaq müəllim tormuz verəndə yıxıldı qapıdan. Yox, ölməyib. Sasın zadım düzəldib gələcək. Yoxdur. Gülşən də yaman qorxub. Əl-üzünə su vursun, gələcək. Uşaqlar, nəsə görürəm keyfimiz yoxdur. Gəlin, gəlin. Keyfimizi açmaq üçün bir dənə oyun oynayaq. Hə, oynayaq? Nə oynayaq? Bu taxta başımıza açdığı maşına görə olsun oynayıq da biz. Ha, sən ona qulaq asma, şərtləri izah elə. Hə, nəysə, qara şərt odur ki, elə bir kitabı qoyuruq başımıza, bir nəfərdir, elə bir. Stolun o başından bu başına, bu başından da o başına gedir. Məqsəd odur ki, kitab düşməsin də. Düşən udzur. Udzan adamın da yanında kim oturubsa ona cəza kəsir. Bax, belə oyun. Çox belə məntiqsiz oyundu, amma eyb yox şeydə. Bir dəqiqə. İndi mən udursam, Səidlə Nüsrətin cəzasını yerinə yetirməliyəm də, hə? Düpbədir. Mən internetdə oxumuşam, bu modellər məşq eləmək üçün bu başlarına kitab qoyub gəzdirlər. İndi biz də bu modellərin oyununu oynayırıq. Atabala, kitab içindəkiləri oxuyub başına salmaq üçündür. Başın üstündə gezdirmək üçün yox. Sən məmzəm, bunu danışdırma da, xoddandı dayanmayacaq. Hə, nəysə. Demək, modellərdən söhbət düşdüsə, qrupumuzun ən model qızı, yox, sən yox, İnci durub oynasın. Bir dəqiqə. İndi İnci mənim yanımda oturub. Belə çıxır ki, o uduzsa, mən ona cəza verəcəm, hə? Mən heç vaxt uduzmaram, Pərviz. Baxarıq. Ha, demək, başlayaq. 1, 2, 3. Getir. Baba düşdü. Bir dəqiqə, heyecandan oldu, yoxsa olmazdı. Ha, yaxşı, bəhanə gətirmə, səndən model olmaz, gəl yervə. Bas bağlama, kes otur yervə, hə? Deyirəm, şey deyir, gələ şərti mən qoyardım, özüm. Deyərdim ki, ilin axırına kimi kirayə pulunu verməyək. Pərviz, sən canım, mənim əvəzimdən dinləndəsən. Nüsü, sən narahat olma, mənim də fikrim pis deyil. Deməli, İnci meyxana deyəcək. Mən meyxana deyə bilmərəm. Mənə də var. İnci, şərti pozmaq olmaz. Nəysə, başlayaq. Yox, birinci deyin görüm İnci kimdən değişəcək elə? Değiş. Şeylə değişsin də, taxta başla, Nüsrətlə. Davay. Dostlar, bəlkə meyxana yerinə şeir deyək, hə? Şeirlə? Bir dəqiqə, bu şeir işinə Murad müəllim baxırsa, meyxana deyərlər. Qafiyəni özüm açıram. Quzu WS təqdim eləyir. İnci oldu! Və Nüsrət duzsuz. Yəni belə. Eyb yox.
Getir. Ay can alan candı bizim grubumuz. Əcəb mehribandı bizim grubumuz. Ay can alan candı bizim grubumuz. Əcəb mehribandı bizim grubumuz. Bilmirəm bu şikayetin nədəndir. Bir dakika demeyim mazgi edendi. Yiyin için şottaki incidəndi. Dilin 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 canın cidendi. Dilin 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 canın cidendi. Ay can alan candı bizim grubumuz. Əcəb mehribandı bizim grubumuz. Ay can alan candı bizim grubumuz. Digələ digəsi. Ay can alan candı bizim grubumuz. Acayip mehribandı bizim grubumuz. Ay can alan candı. Nüsret sakla inci desin meyxana. Sesim yayılacaqdır Azərbaycana. Makaron başta çeker bizi telefona. Canlara dermanlı bizim. Ay can alan candı bizim grubumuz. Grubumuz. Maşın maşın. Ne oldu? Maşın xattan mı? Yok xotlanacaq. Əcəb mehribandı. Belə bizim uşaqlar ki, yəni oradan da belə İnci! Say. İnci! Neyse, karısı meymunluq eləmə, indi sənə bağladı. Nətə yəni? O saat bilinir ki, Murad müəllimin tələbəsidir də. Deyəm, amma əjdaha meyxanə deməyim var ha, İnci. Necə mən oxşayır, ona bax. Yaxşı, deyirəm ki, bu xanı o gün olanda girək meyxanə deyədi, özmürüm. Sən, Rəşad Dağlı, bir də Pərviz. Sən? Yox, hayır, bir-birinə deyirəm. Gidə hamımız bir yerə meyxanə deyək. Sən nə qədər pul var, ləzzətdir. Heç sən, indi bu oğlan təklif eləyir ki, kitabı başına tombik qoysun. Buyur. Jırnı kitab. Gönül yiyəcək, özmürüm. Ağzı üstə gələ yerə, gülərəm də çalan. Özmürüm. Getir. 1, 2, 3. Hə, indi şərti kim qoyur? Şərti qoy, mən qoyum, sən zan. Şərt olsun ki, Bir dəqiqə. Şərtlə razılaşıram bəri başdan. Amma Nisə dərslərini bu söhbətə qatmırsan. Elə mən də onu deməsidim, amma... Sistem düz deyir də. O şərti qoymaq olmaz. Başqa şərt. Başqa şərt? Onda ləzzətli bir dənə dıps, bir dənə qəşəng rəqs elə. Hə, diskoteka zan. Tombik. Hazırsan? Hə. Hazır olaq. Naslar, Vilmanya. Aş. Yan belə. Necədir, xoşda gəldi? Patlatdıq ha. Hə, yaxşı. İndi başa düşkümə bu tombik uduzmuşluğu oynadı. Bizə nə oldu? Biz niyə oynayırdıq? Başım çıxmadı. Hə, eyb yox. Zibil oldu, nəysə, eyb yox. Küs sənin başıva. Küs sənin başıva səbiş. Gül kimi gedəcəkdim də xaricə. Mənə lazım idi bu. Mama dedi ki, gedək. Dedim, yox, qrupdan geri qalmayayım. Bu da mənim qrupum.
Boeingə minmək hara? Bu səviyyəsizin tapdığı avtobusa minmək hara? Çavuşkan narahat olma, deyir, eşeğe min ata çatınca. Sen Boeing'e minmək belə çox var, narahat olma. Tombi! Çay nə oldu ye? Mən neyniyim ay apar? Bura sənin üçün Tombikin bufeti zatdır, dəqiqə baş çay istəyirsən. Çay yoxdur. Var. Ooo, dəca. Ha, qəşəng. Biraz əlli ol, biraz əlli ol. Aç oğucu. Hala ne oldu et sana? Ne oldu da? Gel gel, zibil olalım. Ortınla. Biz adam böyük de yani biz ev yok. İndi yaxşısınız? Yaxşıyam bəs. Yola çıxa bilərik. Durun gedək görək də, başımıza nə gələr. Yox, əşi, hara gedirik? Birdən yolda nəsə olar. Mən heç də deyə bilmərəm, qismət. Bacardığım qədər ehtiyatlı sürəcəyəm. Yo, zarafat eləmək olmaz. Məsələ doğrudan da ciddidir. Deyirəm, yaxşı da pul qabazla vermişəm ha. Yalan danışım, nə pul vermişsən, ha? Yo, haqq hesabı itirməyib, yaxşıdan. Özüm yoxdaydım, görüm bilirsən. Bir də hayla. Gel şundan Neyse uşaqlar, qalxaq yavaş-yavaş. Çay ne oldu? Çay şöyle de bir... Ama lezzetli oynaydı ama. Qaqaş, lazım olmadı çay, çox sağ olun. Versin yolda çay da arkadaş. Ev yok. Kesin. Bu neydi? Üf. Nüsrət. Tapdığın lüks villa budur. Buna bax hala. Yenə bizi loxlayıb hala bu. Hara verdin pulları? Loxlayıb deyəndə bəs nə fikirləşirsiniz siz? Sizdən qabaq siz bu evə kim beh verib? O müğənni var ya, Tarkan. Sən kimə gəlirsən? Hə? Hə. Tarkan qaranlıq evə gəldi, hə? Özü buz kimi. Yox, narahat olmayın. Məndə sumkamda hər şey var. Yəni şam var, spiçka var, ayaqqabımız var, fen var, pes var. Biraz da odun olmalıdır. İstəyirsiniz, mən gedim sumkamı gətirim gəlin. Geç bu tərəfə, öldüyün yerdə. Uşaqlar da qorxularından gəlmədilər. Biz indi neyək? Onlar da minnət qoyurlar hər şeyə. Güya ki, hamısı kənd evindən çıxmayıb. Mal qarantisindən çıxıb hamısı. Murad müəllim, neyək biz? Uşaqlar, neysə, söhbəti böyütməyək. Nusrətin də üstünə çox düşməyək. Baxa görə elə evin o biri otaqlarında nə var, nə yox. Olsun, Murad mənim kişi adamdır da özümə. Həmən bir dənə sefi götürüm avtobusla gəldim. Ay qız, ifritənin biridir. Dili 1 metr. Bir söz deyirsən, 5 sözdə o qaytarır. Yox ay qız, nə danışırsan? Cavabım verirəm. Heç qoyaram böylük eləsin. Mənim bəxtim belədir də. Harada ifritəsi var, mənim qarşıma çıxmalıdır. Elşad da elə bil gözü kör olub, heç nə görmür. Yenə kimin qeybətini qırırsan orada? Qeybət eləmirəm. Dərdimi danışım. Nədir sənin dərdin? Mən? Bəli, sən. Sən elə dərd görməmsən, nə deyəsən? Boş-boş qeybət eləyəcəyə get bir işin qulpundan tut. Ay qız, utanmırsan? Sən mənə iş buyurursan? Buyurmuram, əmr eləyirəm.
Al bu xalçanı. Yox. Ay qız, sənin başın xarab olur. Gecə vaxtı bu soyuqda xalça yuyarlar. Bəli, bu soyuqda bu dəqiqə yuyacaqsan. Yoxsa bilirsən başına nə oyun açaram. Aç ver bizi zibil. Kim telefonda? Gülşen'di ki o. Bilirəm nömrəmi silmisən. Gəl keçmiş onu da. Görüşüb danışaq. Elşad. Ay qızlar. Afaq. Mən orada qalmaq istəmirəm. Darıxıram orada. Çox soyuqdur. Orada adam qalar vəbşətə. Ay Afaq, niyə elə deyirsən? Kənd evlərində öz ləzzəti var. Mən yayda sizi nənəmgilə apararam. Görərsiniz necə qəşəngdir bizim kəndimiz. 100% xoşunuza gələcək. Ay nə yaxşı. Gedərik. Amma yayda gedək də. Hadi. Yayda gedəcək. Bəs mən nə deyirəm? Mənə də var, əsmimiz şirin. Nə qəşəng yeməklər bişirir. Necəsiz qızlar? Bura xoşunuza gəlir? Xoşuma gəldi. Havası zadı qəşəngdir. Bu ev heç xoşuma gəlmədi. Burada adam qalar. Əsas odur ki, istidir. Qəşəng sobamız var, qəşəng qızlarımız var. Deyirəm bu qəşəng sobamızın yanında qəşəng qızlarımızla bir dənə selfie çəkək. Gəl. Banu, gözü də şəkil çəkdirək sonra gedərsən. Yaxın. Əla. Aha, düzəldib atacağım hamını. Ayda qızlar, gəl Semçikala götürər deyə. Ay, görsən necə yadımızdan çıxdı. Kaş olardı. Qızlar, bu da sushi olar. Sushi? Hə. Hə, olar Afaq, niyə olmur? Alarıq sushini qoyarıq peçin üstünə qəşəng bişirərik sənin üçün yeyərsən. Doğrudan? Afaq, doğrudan. Niyə bu qız? Burada. Sushi olar burada. Yaxşıdır. Ay. Niyə bir kefsən ana qurban? Hı? Piknikə getmədin deyə? Gedərdim amma. Radiodan da icazə verdilər. Çox darıxdım. Tural, bəlkə də belə yaxşıdır ana qurban. Gedəcəydin, orada da Murad müəllimlə problem zad olardı. Ona görə getmədim də. Siz gəlin qaynana eyni ağılda hiss ediyorsun. Bana da bunlar dedi. Sənə qurban olaram mən. Mənim ağıllı balamsan, bir dənəmsən. Gedim qəşəng bir çay qoyum, çay çək. Yaxşı? Pərviz? Tural, sən oradasan, mənsə bax burada, bağımın yanında. Səncə niyə? Hə? Çünki bunu sən istədin. Mən bağımdan istədim ki, səni bizdən getməməyə dilə tutsun. Tural, indi gördün ki, hansı mənada səndən qabaqdayam. 1
0. Hele para beyin adam sen yine de. Yekə adamsın, he? Boğuldum eməlikdən. 100% burada ya it ölüb ya da pişik. Yığışdıraq la bu söhbətlərdə. Gəlin otaqları bölüşdürək. Mənə elə gəlir ki, ən böyük otaq budur. Qızlar elə burada yerləşsə daha yaxşı olar. Yəqin xəzəkətdə yatıb, nə adam? Xanım. Xanım. Xanım, siz kimsiz, xanım? Müəllim, deyəsən ölüb.